təqdirə layiq qaldı həqiqətən. Təqdirə layiq qaldı ki, müsəlmanların dar günündə, çətin günlərində demək olar ki, müsəlmanların yanında mövqe sərk elədilər. Bu iki nəfəri heç vaxt unutmayın. Biri dar gündə siz tək olanları, biri də dar günündə sizin yanınızda olanları. Bəzi adamlar keçən cümlələrdə sözü düzgün başa düşməyib bizə etiraz edirlər. Ki, siz, məsələn, filan kəsi tərif edirsiniz. Allah da belə ki, mən tərif eləməmişim. Sadəcə olanı düzgün qeyd eləməyə çalışmışdım. Baş verənləri düzgün izah eləməyə çalışmışdım. Yəqin o adamların çoxuna gündə belə deyək, aydın oldu ki, o zaman o sözlər səhv döyüldür. Biz siyasətçi deyik. Biz siyasətçi deyik ki, bizə müxalifətçi deyəsiniz ya iqtidar yanlısı deyəsiniz. Bu sözlər əslində ruhaniyyəti, dindarlığı kiçiltməkdir. Müsəlmanlar və yaxud da hər dinin nümayəndələri fərqi yoxdur. İstər əhli kitab olsun, hansı millətdən olursa olsunlar, dini kəsim dövlətin var olduğunu oluşturan, dövlət əgər bir binadsa da bu dövlətin üstünlarını təşkil edən bir hissədir bu kəsim. Bu kəsimə siyasətçi demək, bu kəsimə müxalifətçi demək, yenə deyirəm, mən bu hissələrlə heç bir işim yoxdur. Kim istər müxalifətçi olsun, kim istər dövlət yanlısı olsun, bizə maraqlıdır, hər kəsin haqqıdır və hər kəs də öz əməllərinə cavab verəcək. Bir adam müxalifətdə olub, xalqını, dövlətini, haqqını müdafiə edə bilər, doğru yolda ola bilər. Bir də bir gün hakimiyyətdə olub, xalqına zülm edə bilər. Və tərsi də ola bilər, bir hakimiyyətdə olub, xalqına xidmət edə bilər və yaxud da məsələn müxalifətdə olub, müxalifət adından xalqın haqqını yeyə bilər, doğraya bilər. Bunların hərəsi öz yerində ailəcə danışılası söhbətdir. Lakin bu mövqedə, bu durumda Gürcistanın dövlət olaraq müsəlmanların bir növ həmrəylik göstərmək, müsəlmanlara dəstək göstərmək son hadisələrdə, hətta yeni seçilən ali dini rəhbərin seçilməsi münasibətindən təbrik göndərmək, bunlar böyük dəyərlərdir. Biz bunu təqdir edirik. İnşallah gün gələr ki, keçmişdə olduğu kimi bu müsəlmanlar da, burada yaşayan insanlar da, vətəndaşlar da layiqincə öz vətəndaşlıq borcunu yerinə yetirər inşallah. Allah buna fürsət verər, zaman verər ki, bir daha meydan verər ki, bu millət öz kimliyini ispat edər. Biz indi burada ideal bir hökumətdən danışmıyoruz. Əsl problemlərimiz də var, məsəl ikinci problemləri də var. Digər dini mövzularda olan nöqsanlar da var ki, hər kəs bu mövzularda danışırsa da, hərəkət edirsə də Allah qəbul eləsin. Mən onlarla işim yoxdur, nə tənqid eləmirəm, nə tərif eləmirəm. Çünki hərəkətlərdə müxtəlif çatışılmazlıq da ola bilər, gözəl tərəfləri də ola bilər. Allah inşallah onlara əcr versin.